Salam dostlar. Nutrisiologiya dərslərində müəllim bizə deyirdi ki, dünyada nə qədər ad varsa, bir o qədər də pəhriz adları ola bilər. Dünyada nə qədər məhsul varsa, o məhsulların adı qədər də pəhriz ola bilər, növü qədər də pəhrizlər ola bilər. Amma əslində cəmi 3 nutrient var və pəhrizin tərkibinə baxdıqda başa düşmək olar ki, o pəhriz zulallıdır, yəni proteinli, yoxsa yağlı pəhriz sayılır, yəni keto diyet məsələn, və yaxud da karbohidratlardan ibarətdir, yəni üstünlüyü onlardan ibarətdir. Mən isə öz növbəmdə bu mövzunu naturopatiya tərəfindən, biokimiya, biologiya tərəfindən araşdıran birisi kimi deyərdim ki, həqiqət birdir, baxmayaraq ki, müxtəlif pəhrizlər var və o həqiqət bizə təbiətcə uyğun olan məhsullardan ibarətdir. Yəni, təbiət bizə verdiyi formada və bizim fiziologiyamıza, bizim quruluşumuza, bədən quruluşumuza, orqanlarımızın quruluşuna uyğun olan məhsullardan ibarətdir. Əsl sağlıqlı pəhriz. Əgər məhsulun başına 50 min dənə oyun açmalısansa ki, onu necəsə, nətərsə qəbul eləyə biləsən, yeyə biləsən, artıq yəni işləm keçdiyi zaman, istər termo işləm olsun, istər başqa bir işləmlər olsun, nə qədər çox işləm keçirsə, bir o qədər də məhsul öz keyfiyyətini itirir və vitamin, mineral öz tərkibi də dağılır, yəni forması ümumiyyətlə dəyişir və beləliklə yekunda insan ondan tam faydalana bilmir. Ona görə də mən öz videolarımda sağlamlıqla bağlı danışanda hər zaman vurğulayıram ki, doğru pəhriz, sağlıqlı pəhriz insanın bədəninə uyğun olan məhsullardan üstünlüyündən heç olmasa ibarət olmalıdır. Yəni, təbii halında, çiğ halında, nə vaxt ki sən, məsələn, hazırlanmış yeməyi bədəninə qəbul eləyirsən, orqanizm həddindən artıq çox enerji sərf eləyir ki, onu həzm eləsin, həll eləsin, yəni və sonra da hələ bədəndən çıxartmağa çalışsın onun qalıqlarını. Təbii halında isə onun tərkibində, yəni enzimlər hələ ölməyibdir və özünü yəni həll eləyir. Demək olar ki, heç orqanizm enerji sərf etmir o həzm etməyə, həll etmək prosesi üçün, hələ çıxartmaq üçün də yəni temboliya. Yəni adi siz məsələn də bir misal gətirim sizə. Nə vaxt ki hansısa bir hazırlanmış, bişmiş yeməyi bir neçə yerə bölsən belə, onun xarab olma ehtimalı bundan artmır. Yəni eyni də yəni nə vaxtsa lap xarab olacaq, xarab olmayacaq, yəni artıq o ölü məhsuldur. Amma əgər məsəl üçün bir dənə bir almanı götürsəniz və onu 2 hissəyə bölsəniz, görəcəksiniz ki, məsələn də bütöv almaya baxmış, o biri bölünmüş alma daha tez başlayır yəni xarab olmağa, belə deyək də, loru dildə deyəndə buna xarab olmaq deyilir. Bu ona görədir ki, məsələn, eyni proses o zaman da baş verir. Nə vaxt biz məsələn dişimizlə, məsələn ağzımızda onu başlayırıq çiynəməyə. Yəni özü başlayır köməklik eləməyə. Başa düşürsüz? Bu əsas fərqi canlı məhsulun cansızdan budur. Ki, yəni özü həm o qədər yəni canlıdır deyən özü özünə həm həzm edir, həll eləyir, yəni bizim köməyimizlə təbii ki, bölünməyə başladığı zaman qabığı ona görə də məhsulu qoruyur. Qabıq qorumaq üçündür. Yəni qabığında da vitamin var, qabıqlı yesən daha faydalıdır falan. Onlar da boş söhbətdir əslində. Sağlıqlı pəhriz ancaq o pəhriz sayılır, hansı insan bədəninə uyğun olan məhsulların üstünlüyündən ibarətdir. Heç olmasa 70-80%. Bugünkü reallığa baxırsan, məsələn, bəzən nəsə indi yaxınlardan, tanışlardan kimsə nəsə deyəndə deyirsən, deyirlər ki, falan onlardan da yeyirik də, məsələn, meyvə də yeyirik, tərəvəz də yeyirik. Ya məsələ ancaq yeməkdə deyil. Biri var üstünlüyü ondan ibarət ola, 70-80%. Bir də var əksinə ola. 20, 30, 10% yəni yeyirsən, yemirsən, yəni o bədən çatdırmır, o bədənə bəs eləmir təmizləmək üçün, bədənə bəs eləmir o alınmış mineralları
təmin etmək üçün vitaminləri həmçinin. Ona görə də immunitet zəifləyir və immunitet zəiflədiyi üçün də elə yanından bir balaca külək əsən kimi insan xəstələnir. Bir balaca virus keçən kimi, yəni viruslar, parazitlər, patogen bakteriyalar, onlar özünə uyğun olan şəraitdə inkişaf eləyirlər, böyüyürlər, yayılırlar, çoxalırlar. Onlar yəni hər yerdə pusatları, bakteriyaları var. Əlini 50 dəfə yu gündə, nə bilim nə qədər gigiyenik o şeylər zətlər, nə qədər spirtlə sürt, nə bilim nə insan nə qədər qorumağa çalışsa da özünü başa düşməlidir ki, təbiətə baxın. Bütün canlı məxluqlar, yəni bakteriyalarla simbiozda yaşayırlar və sağlamdılar. Vəhşi təbiətdən söhbət gedir ha. Yəni o qədər absurddur. Biz təbiətin bir parçasıyıq. Biz o mühitdə, yəni əslində oradan gəlmişik. Viruslardan, nə bilim bakteriyalardan qorxmaq lazım deyil. Öz daxilində buraxdığın bir şeylərdən qorxmaq lazımdır. Çünki immunitetin zəifdirsə, onlar yayılacaq. Onlar tuş mühitdə yayılır. Bu məsələn parazitlər olsun. Qurtlar yəni. Tuş mühitdə inkişaf eləyirlər, çoxalırlar. Nə qədər qurt qovucu proqramları keçsən də, qurt qovucu nə bilim dərmanlar açsan da, çaylar zəhərli içsən də belə, əgər səhərsi günü sən eyni pəhrizi, eyni bir həyat tərzini, qida tərzini davam edirsənsə, onlar yenə yaranacaqlar orada. Məntiqsiz bir hərəkətlər edirik biz bəzən. Biz müalicə yolunu seçirik, başa düşmədən ki, müalicə yolu sadəcə bir həftəlik, 2 həftəlik, 1 aylıq yola verməkdir. Bunun nə mənası, nə məntiqi var? Sabahsı günü özdə problem orasındadır ki, nəyisə məsələn də hansısa bir dərmanla ya da iynə ilə haransa güya qorumağa çalışırsansa, sabahsı günü başqa bir hissədə problem çıxır. Çünki bütöv bədəndir. Burdan elə bir ki, tıxıyırsansa, məsələn, burnuna nəyisə axıdırsansa ki, yəni o gəlməsin oradan tirk tutalım ki da, o başqa bir yerdən vurub partladıb çıxacaq onsuz da. Ya bu məntiqsiz bir hərəkətlərdir. Bunun fərqində deyilik biz. Ona görə də əgər sağlamlıq haqqında danışırsansa, onu müxtəlif pəhrizlərə bölmək lazım deyil. Hətta müxtəlif nutriyentlərə belə bölmək ehtiyac deyil. Çünki məsələn zülal bütün məhsullarda var. Ümumiyyətlə zülal bizə heç zülal formasında lazım deyil. Bədən onu bölməyə nə qədər enerji sərf eləyir, vaxt sərf eləyir. Ki onu amin turşulara bölsün və sonra o amin turşulardan insana uyğun olan zülalı yığsın formala. Ona görə də amin turşusu halında aldığımız zaman meyvə tərəvəzlərdən olsun, onlardan sintez olunur elə zülal, özümüzə uyğun olan zülal və zamanında bizə lazım olan məsəl üçün onun üçün istifadə olunur. Yoxsa biz elə deyil insan deyil, zülal lazımdır. Zülal hansı formada, zülal dağılanda nə baş verir? Zülal ümumiyyətlə inəyin zülalından sənə nə məsəl üçün da? Məhsul vitamin, minerallardan ibarət olmalıdır. Birinci növbədə həyatı vacib vitamin və minerallardan ibarət olmalıdır. Termoişləm keçdiyi zaman onların bir çox hissəsi məhv olur ümumiyyətlə. İkincisi, məhsulda çiy su olmalıdır. Yəni təbiətdən gələn məhsulların içində, tərkibində çiy su var. Biz isə nə harırıq? Yəni onları məhv eləyirik, struktur dəyişir, gedirik sonra mağazadan butulkada su alırıq, nə bilim, mineralizovani olsun ki, ya nəysə onun faydası var orada, ya da adi su olsun, butulkada yatmış orada qalmış, ya da olsun elə adi qıraqdan gələn bir su olsun, belə yerdən gələn su olsun, belə yenə də o dağ suyu deyil, o bizə lazım olan, o tam uyğun olan bir distilirованный su deyil. Sağlamlıq özünə baxımdır, sağlamlıq öz təbiətini araşdırmaqdır. Öz təbiətini araşdırmaqdır. Sağlamlıq parasetamol deyil, sağlamlıq penisilin deyil, sağlamlıq iynə, dəvə dərman deyil, sağlamlıq həkimə ildə 2 dəfə müraciət eləmək deyil ki, özünə görüm nə var, nə yox. Sağlamlıq özünə baxımdır. Və özünə baxım, özünü araşdırmaqdan başlayır, öz təbiətini bilməkdən başlayır ki, mənə ümumiyyətlə sağlam olmaq üçün nə lazımdır? Mənə həqiqətən də bioloji aktiv dabavkalar lazımdır, yəni vitamin, mineral əlavələri lazımdır. Yoxsa mənə elə məhləmdə böyüyüb inkişaf edən ağacdan mən o vitamini ala bilərəm, bəhrəsindən, yəni meyvəsindən. Mənə mağazalarda, bazarda satılan təbii çiy məhsullarda olan bir vitamin, mineral lazımdır, yoxsa sırmaq istədikləri bir şeylər mənə lazımdır.
Başa düşürsüz? Çünki problem orasındadır ki, insanda hansısa bir çatışmazlıq yarananda, söhbət əgər yanında o çatışmazlıqlardan gedirsə və vitamin əlavələrindən gedirsə, biri var sən o vitamini bütöv halında alasan. Çünki bir dənə bir mineralla iş düzəlmir. Sən onu nə qədər təyin etməyə çalışsan da, yəni doldurmağa çalışsan da özündə o quru süni bir maddədir. Onu bədən yəni bütöv halında almadığına görə onu sintez eləmək, onu mənimsənilmək, uyğun olacaq, uyğun olmayacaq, onun hələ bir peridozirovkaları da var, yəni əks olan bir problemlər gətirən bir şeyləri də var. Ona görə də o qədər də güvənmək şeyə ki, o ağ bir şeydə mənə nəsə köməkli olacaq, məsləhət görməzdim, tövsiyə etməzdim. Yəni əsası vitamin, minerallar təbii halda, çiy, su daha çox təbii halda, nə qədər təbii halda qidanda su varsa, o qədər də az başqa bir sulara ehtiyac olur. Hələ o su o tərəfi, insanlar bugünkü günü suyu vəbşi çaylarla əvəz eləyirlər, kofe ilə əvəz eləyirlər, energetik içkilərlə, Allah məni bağışlasın, üzr istəyirəm, əvəz eləyirlər, güya bu sudur, şeylərlə əvəz eləyirlər, qazirovkalarla əvəz eləyirlər. Sonra da deyirlər ki, mən bundan da yeyirəm da, o müxtəlif qidalanıram da, hər şeydən biraz, hər şeydən miqdar önəmlidir və s. Yəni bu absurdda heç vaxt həqiqəti tapmaq mümkün deyil. Ona görə də əziz insanlar, əgər həqiqətən, yəni bu mövzuda həqiqəti tapmaq istəyirsinizsə, özünüzü araşdırın. Fiziologiya, morfologiya, anatomiya, biologiya, biokimiya, naturopatiya, yəni təbiətin biz parçasıyıq. Vəssalam. Bu qədər. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm o sizin üçün faydalı oldu. Çünki o niyyətlə çəkilibdir. Artıq o cahillik pilləsindən çıxmaq zamanıdır. Bilik insanı dəyişə bilər və daha sonraki əməlləri, ona uyğun olan əməlləri. Vəssalam. Heç bir müalicə dəyişməyəcək insanı. Heç bir dəvə dərman insanı dəyişməyəcək. Mən bir gün bunları başa düşdüm və ona görə də bu haqda danışmaq qərarına gəldim. Belə. Sağ olun, salamat qalasınız. Yenə də hər hansısa bir adekvat sualınız varsa bu mövzu ilə bağlı böyük məmnuniyyətlə onu cavablayaram. Təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Özünüzə.